Salam əziz şagirdlər. Növbəti video dərsimiz kompleks ədədlər mövzusuna aiddir. Bəzən məsələləri həll edərkən x kvadratı bərabərdir -4 tənliyi ilə tanış oluruq. Biz bilirik ki, bu tənliyin həqiqi ədədlər meydanında kökü yoxdur. Lakin kompleks ədədlər meydanında bu tənliyin kökü var. Bəs necə? Kompleks ədədlər meydanında C hərfi ilə işarə olunur, bu arada qeyd eləyək. Bir i kvadratı bərabərdir mənfi bir ifadəsi var ki, hansı ki x kvadratı bərabərdir -4 gördüyüm zaman o mənfini i kvadratı ilə ifadə eləyirəm və x bərabər olur müsbət -2-yə. Və yaxud da ki, kvadrat kök mövzusunu keçəndə biz demişdik ki, cüt dərəcədən kök altında o ifadənin mənası yoxdur. Həqiqi ədədlər meydanında mənası yoxdur. Kompleks ədədlər meydanında isə o ifadənin mənası var. Məsəl üçün, -36 ifadəsinin kompleks ədədlər meydanında mənası var. Necə? O mənfini i kvadratı ilə ifadə eləyirəm və 6-yə bərabər olmuş olur. Kvadrat tənlik həll elədiyim zaman x-in kvadratı üstəgəl 2x üstəgəl 10 bərabərdir 0. Bu tənliyi həll eləyəndə diskriminant bərabərdir 4 çıxılsın 40 bərabər -36-ya. Diskriminantı tapanda deyirdik ki, diskriminant 0-dan kiçikdirsə onun həqiqi kökü yoxdur. Amma kompleks kökü var. 36-nı, -36-nı 36 i kvadratı kimi ifadə eləyirik və tənliyin bir kökü bərabərdir -b, yəni -2 üstəgəl diskriminant. 36 i kvadratından nə çıxır? 6 bölünsün 2a, yəni 2. Hər tərəfini 2-yə böləndə -1 üstəgəlinsin 3-i. x2 bərabərdir -2 çıxılsın 6 bölünsün 2. O da bərabərdir -1 çıxılsın 3i-yə. Kompleks ədədlərin cəbri şəklindən danışaq. Z bərabərdir a topla b-yə kompleks ədədin cəbri şəkli deyilir. A həqiqi hissə, B isə xəyali hissə adlanır. Həqiqi hissəni R, Y, Z-lə işarə eləyirik, xəyali hissəni isə IM, Z-lə işarə eləyirik. Bunlar ingilis sözlərinin qısaldılmasıdır. R, yəni realın qısaldılması, IM, imaginin qısalması. RZ həqiqi, IMZ isə xəyali hissə deməkdir. Deməli, ola bilər ki, məsəl üçün bizə desin ki, bu ifadə sırf kompleks ədəd, sırf həqiqi hissə olsun, sırf xəyali hissə olsun. Əgər sırf sözünü verirsə, deməli digəri yoxdur. Məsələn, bir kompleks ədədin sırf həqiqi hissə olmasından ötürü xəyali hissəni iştirak eləməməsi lazımdır. Və yaxud da ki, tərsinə həqiqi hissə yox, xəyali hissə olmasını istəyirsə, o zaman həqiqi hissələri sıfıra bərabər götürəcəyik. Məsəl üçün, test toplusunda belə bir sualımız var. Z1 bərabərdir A1 üstəgəl B1-i. Z2 bərabərdir A2 üstəgəlinsin B2-yə. Z1 üstəgəl Z2-nin sırf həqiqi hissə olmasını istəyir. O zaman toplayarkən həqiqi hissələri 1, xəyali hissələri 1 toplayırıq. Və sırf həqiqi hissə olmasından ötürü bu hissə olmamalıdır. Yəni B1 toplanılsın B2 hissəsi sıfıra bərabərdirsə, B1 -B2-yə bərabər olacaqdır. A1 isə A2-dən fərqli olmalıdır. -A2-dən fərqli olmalıdır ki, onlar sıfıra tamamlanmasın. Kompleks ədədin cəbri şəklini bildikdən sonra biz bilməliyik nəyi? Kompleks ədədin əksi, tərsi, qoşması və modul anlayışlarını. Z bərabərdir A üstəgəl B-inin ilk əvvəl əksindən danışaq. Mənfi Z işarə ilə olunur və hər ikisi işarəsini dəyişəcək. Qoşması Z üstü xətlə işarə olunur və yalnız həqiqi xəyali hissənin qarşısındakı işarəni dəyişəcəyik. Yəni B-nin işarəsini dəyişəcəyik. Tərsi Z üstü -1 və yaxud da 1 böl Z kimi işarə olunur. 1 bölünsün A topla B-yə bərabərdir. Bir də modul anlayışımız var. Kök altında həqiqi və xəyali hissələrin kvadratlarının cəminə bərabərdir. Gəlin bir ulduz verək. Məsələn, 3 çıxılsın 2i. Əksi olacaq uşaqlar -3 üstəgəl 2i'yə. Modulu, daha doğrusu qoşması olacaq 3 üstəgəl 2i'yə. Tərsi olacaqdır 1 bölünsün 3 çıx 2i və yadınızda saxlayın ki, kompleks ədədi heç vaxt məxrəcdə saxlaya bilmərik. Onu məxrəcdən azad eləmək lazım. Qoşmasına vurub bölməklə. Məxrəcdə kompleks ədəd gördünüzsə, surəti və məxrəcin qoşmasına vurmaq lazım. 3 çıxılsın 2-nin də qoşması 3 üstəgəl 2 idi. Həm surəti, həm məxrəcə vururam. Aşağıda isə kompleks ədəd öz moduluna vurulur, qoşmasına vurulur. Bunu da kənardan qeyd eləyək.
deyirəm? İstənilən kompleks ədəd qoşmasına vurulduğu zaman A kvadratı üstəgəl B kvadratı alınır. Hardan alınır? Baxaq. Müxtəsər vurma düsturuna bənzəyir. 3-ün kvadratı çıxılsın 2i-nin kvadratı olacaqdır. Yəni 4i kvadratı. Biz də dərsə keçəndə dedik ki, i kvadratı -1-dir və o da bu mənfi ilə birləşir, müsbət əmələ gətirir. Onun üçün də deməli, məxrəcimiz olacaqdır 9 üstəgəl 4, 13. Yuxarıda da 3 üstəgəl 2. Surətin hər bir həddini məxrəcə böləndə 3 böl 13 üstəgəlinsin 2 bölünsün 13i. Həqiqi hissəmiz və bu da xəyali hissəmiz. Daha sonra modulu qaldı. Modulundan danışaq. Kök altında 3-ün kvadratı üstəgəlinsin -2-nin kvadratı. O da verəcək bizə kök altında 9 üstəgəl 4, yəni 13. Daha sonra isə kompleks ədədlərin cəmi, fərqi, hasili və nisbətindən danışaq. Bunu göstərərkən ulduzla, yəni nümunə ilə də göstərmək olar. Gəlin iki kompleks ədəd götürək. Z bərabərdir 5 çıxılsın 2i, omega bərabərdir olsun 1 topla 3i-yə. Bu kompleks ədədləri gəlin toplayaq. Z ilə omeganı toplayanda 5 çıx 2i toplanılsın 1 üstəgəlinsin 3i. Həqiqi hissələri 1 toplayırıq. 5 topla 1 6. 3i ilə də 2-ni toplayanda müsbət 1-i. Daha sonra çıxdıqda isə həqiqi hissələri 1, xəyali hissələri isə 1 toplayacağıq. Çıxacağıq. 5 çıx 2i minus 1 topla 3i. 5-dən 1 çıxıram 4. -2 çıx 3-i isə -5-i. Z vurulsun omega bərabərdir 5 çıx 2i vurulsun 1 üstəgəlinsin 3i. Vursam 5 üstəgəlinsin 15i çıxılsın 2i çıxılsın 6i kvadratı. Və i kvadratı bizə -1-i verdiyinə görə aparıb yerinə qoysaq, -6 vur -1 müsbət 6, 5 ilə də 6-nı toplayanda 11, 15-dən də 2 çıxanda 13i. Z bölünsün omega bərabərdir 5 çıx 2i bölünsün 1 üstəgəlinsin 3i-yə. Məxrəci kompleks ədəddən azad eləməkdən ötürü həm surəti, həm məxrəci qoşmasına vururam. Yuxarında vuracağım. 1 çıxılsın 3i. Məxrəc olacaqdır Z vur onun qoşması A kvadratı üstəgəl B kvadratı qaydasına əsasən. O zaman olacaqdır 1 üstəgəlinsin 9. Yuxarını isə adi necə çox ədliyə vururuq o formada vuracağıq uşaqlar. 5 çıxılsın 15i çıxılsın 2i üstəgəl 6i kvadratı. 5-dən də 6 çıxanda i kvadratı -1-dir. -1-i 6-ya vuranda -6, 5 çıx 6 olacaqdır nə? -1, 15i bu da 2i, -17i bölünsün 10-a. Surətin hər bir həddini məxrəcə bölsəm, -10-da 1 çıxılsın, -17 bölünsün 10i-yə. Deməli, bu da nədir? Kompleks ədədlərin nisbəti. Deməli, bir qeyd verək sizə kompleks ədədlərlə bağlı. i üstü 1 həmişə i-yə, i üstü 2 -1-ə, i üstü 3-ü i vur i kvadratı formasında ifadə elədiyimizə görə -i-yə, i üstü 4 i kvadratı vur i kvadratı olduğuna görə 1-ə və i üstü 5 bu formada davam eləsək uşaqlar, i-yə və s. ilaxır. Hər 4 dəfədən bir qiymətlər təkrarlanacaq. Hər 4 dəfədən bir qiymətlər təkrarlandığına görə, məsələn, məndən istəsə i üstü 2026, neynəyəcəyik? 2026-nı 4-ə bölüb qalığı götürərək tapa bilərik. Son iki rəqəmi nədir? 26. 26-nın 4-ə bölünməsinin alınan qalıq nədir? 2. Deməli, i üstü 2026 ilə i üstü 2 eyni cavabı malikdir və onun da cavabı nədir? -1. Və yaxud da ki, bizə deyə bilər, i üstü, nə bilim, 15 üstəgəlinsin, i üstü 13 toplanılsın, i üstü 12 bölünsün, i üstü 10 topla, i üstü 8. Belə ifadələr verə bilər. Hər birini tək-tək sadələşdiririk. i üstü 15 nədir uşaqlar? i üstü 15-i son iki rəqəmi, yəni 15-i bölürük 4-ə, qalıq eləyir 3, o eləyir -i. Üstəgəl, i üstü 13 nədir? i üstü 1-ə bərabərdir, elə deyilmi? i üstü 1-də idi, i üstü 12-nin qalığı yoxdur deyə, i üstü 0-dır, i üstü 0-da 1-ə bərabərdir. i üstü 10-un olacaq i üstü 2, yəni -1 üstə gəlinsin
i üstü 0-ımız nə? i üstü 8 nəyə bərabərdir? Müsbət 1-ə. Hə, məxrəc 0 oldu. Burada gəlin belli eləyək bunu. Bunu mənfi 11 eləyək ki, bu da mənfi i-yə bərabər olmuş olsun. Deməli, gəlin bu ifadəni sadələşdirək indi. Mənfi i üstə gəlinsin. i topla 1 bölünsün 1 çıx i. Kəsri kompleks ədəddən azad eləsək, surəti və məxrəci onun qoşmasına vururuq. 1 üstə gəl i-yə. Məxrəcdə olacaqdı uşaqlar nə? 2, 1-in kvadratı üstə gəl mənfi 1-in kvadratı, o da eləyəcək 2. i topla 1-i i topla 1-ə vuranda i kvadratı üstə gəl 2, i topla 1. i kvadratı mənfi 1-dir, bu da müsbət 1. Bu ilə bu getsə, 2-ni 2-yə böləndə i, mənfi i üstə gəlinsin. i də bərabərdir nəyə? 0-a. Kompleks ədədimiz bu qədər. Sağ olun.